Bəli, gördüyünüz kimi sükan arxasında mobil telefonların istifadəsi ağır qəzalara və həyati təhlükələrə səbəb ola bilər. Çünki bu davranış sürücünün diqqətini yoldan yayındırır. Telefonla birbaşa sükan arxasında danışan, mesajlaşan, hətta sosial şəbəkələrdə vaxt keçirdənlər də az deyil. Belə sürücülər təkcə özlərini yox, digər nəqliyyat vasitələrini və piyadaları təhlükəyə atır. Bir vasitə ki, bir şey ki, diqqəti dağıdır, yayındırır, qəzalara rəvac verir, bunların bir dəfəlik istifadəsi qadağandır. Həmçinin bu planşetlərə aiddir, telefonlara aiddir. Bunun müvafiq olaraq İnzibati Xətalar Məcəlləsi ilə cəriməsi də var. Məsələ ilə bağlı Baş Dövlət Yol Polis İdarəsi sürücülərə mütəmadi xəbərdarlıq edir. Aparılan araşdırmalar göstərir ki, nəqliyyat vasitəsini idarə edərkən telefondan istifadə edən sürücülərin reaksiya müddəti azalır, məsafə və sürət qiymətləndirilməsində səhvlər artır, qəfil yaranan təhlükələrə vaxtında reaksiya vermək mümkün olmur. Xatırladırıq ki, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadədən çəkinmək, zərurət yarandıqda isə nəqliyyat vasitəsini təhlükəsiz yerdə saxladıqdan sonra telefondan istifadə etmək tövsiyə olunur. Yol hərəkəti telefonlardan istifadəyə görə cərimə 50 manatlı sükan arxasında texnoloji avadanlıqlara alternativ yeni nəsil avtomobillərdə olan monitorlara qoşulma və ya qulaqlıqdır. Bu üsullar bizi yarana biləcək qəzalardan qoruyur. Nigar Babayeva, Sabir Şahvələdov, Telesər.